Salam millət, xoş gördük hər kəsi. Mən sizə bu günləri Azərbaycanın Kapital Bank Invest proqramından bəhs edəcəm. Bunun haqqında, yəni 2-3 video çəkmişəm mən. Bu 3-cüdür ya 4-dür bilmirəm. Burada bizim insanların elədiyi ciddi səhvlər var. O səhvləri mən sizin nəzərinizə çatdıracağam. Burada məsələ nədən ibarətdir? Birinci məsələ keçirik yerli bazara. Amerika səhmləri, ETF-lərlə işim yoxdur. Yəni onlar möhtəşəmdir, əladır. Yəni almaq istəyən gedib səhmlərdən Amerika bazarından və s. ala bilərlər, özləri bilərlər. Yəni nəticə etibarilə qərar sizindir, amma mən yəni Azərbaycan bazarından bu günləri almaram. Nəyə görə almaram? Və yaxud da nəyə görə almayım? Mən bunu sizə indi deyəcəm mən. İlk ön satışdan söhbət edirəm. Baxın. Yerli bazara giririk, düzdür? Təkrar bazara vururuq və deyək ki, Paşa Bankın, yəni bu Kapital Bankın istiqrazı olmalıdır, bu səhv eləmirəmsə, bu gələn. Baxaq, bəli, elə bu olmalıdır. Çünki ABB-dir, sonra deyək Kapital Bank. Burada məsələ nədən ibarətdir? Biz ilk bazarda, pre-marketdə belə deyək, yəni bu istiqraz bazara çıxanda 100 manatdan çıxıb bir ədədi. Amma indi qiymətinə baxaq, 53 manat 70 qəpikdir. Yəni sən 100 manat aldın, yəni müddət bitdi, vaxt bitdi, bu bazara tamamilə çıxanda qiymət nə olur? 53 manat 70 qəpik. Deyək ki, sən də Azərbaycanda da hər il pul 10% inflyasiya edir. Yəni 10 min qoysan, sənə 1000 manat verəcəksə istiqraza görə Kapital Bank və sənin pulun burada artmır. Yəni səndə elə bir ki, pul 9 min düşür, onlar əvəzinə sənə 1000 manat verir, olur 10 min. Yəni burada sən heç qazanmırsan əslində. Yəni mən oturub ölçsün bitsin və belə qənaətə gəldim. Bu öz yerində. Deyək ki, lap qazanırsan. Onu qoydum qırağa. Amma sən ilk girişdə 100 manat verib alsan, qiymət düşəndə 53 manata, sən bir də gözləməlisən ki, bu 100-ü keçsin ki, sən pul qazanırsan. Okeydir, fikirləşə bilərsən ki, mən 10% alacağam, amma inflyasiyanı da nəzərə al. Onsuz da ölkədə 10% inflyasiya olur. Yəni bunları da nəzərə alın. Sonra keçirib bura. Bu ABB Azərbaycan Beynəlxalq Bankın səhmidir. 0.30 qəpikdir. Və bilmirəm bu neçə manatdan çıxmışdı satışa, xatırlamıram. Deyək ki, bunun qiyməti qəşəngdir, yəni ucuzdur. Almağa dəyər necə? Məsələn, pulum olsa 1000 manatlıq alaram. Bəlkə 5 ildən sonra bu 2 manat olacaq, 3 manat olacaq, bəlkə 20 manat olacaq. Yəni bunun heç kim garantisini vermir də, amma çox güman ki, bu 30 qəpikdə qalmayacaq da. Yəni bu qalxacaq. Mümkün deyil 30 qəpikdə qalsın. Beynəlxalq bankda yəni pis bank deyil. Yəni hamınız bilirsiniz bunu. İndi keçirik ilk bazara. Burada nədir? Deməli 15 milyon ümumi həcm. Ziraat Bank Azərbaycan açıq səhmdar cəmiyyəti. Yəni Türkiyənin bankıdır. Ziraat Bank Azərbaycanda bunun fəaliyyəti var. İndi burada məsələ nə? Görürsüz, abunə yazılışına başlama ayın 10-da və 21-də bitəcək. 3 saatımız gündür 10.50. Yəni 10.50% ilə bizə illik dividend ödəyəcək. Okeydir, 10% deyək ki, yaxşıdır da, yəni bizə. Amma indi məsələ burada nədən ibarətdir? Biz 20 min manat versək, bu tamamilə satılandan sonra, yəni ilk pre-marketdən sonra bazara çıxanda bunun qiyməti çox aşağı olacaq. Və biz görə nə qədər pul itirmiş olacaq. Bizə hər il 1000 manat da verirsə, biz bunu yenə də tələf eləyə bilməyəcəyik. Ona görə də mütləq şəkildə gözləyin qopu çıxsın bazara. İlk satışdan almayın, yəni bu çox təhlükəlidir. Mən özüm görürəm və bunu da sizə çatdırıram. Sonra alırsınız alın, yenə də özünüz bilərsiniz. İstəyirsiniz pulunuz var, gedin 100 manatdan alın, amma səbirli olmaqda fayda var. Və yalnız 15 milyon ədəddir və siz 15 milyon daha doğrusu 15 milyon manatdır. Yəni o 150 mindir ümumi sayı və 100 manatdan o da eləyir 15 milyon manat. Və sabahlar bu bazara çıxanda görəcəksiniz, çox aşağı olacaq qiymət. Ən az 50% düşəcək və siz çox şey itirmiş olacaqsınız. Ona görə bir diqqətli olmaq lazımdır. Məsəl üçün ki, səhmlər bölməsinə girib ABŞ səhmlərini ala bilərik. Görəm məndə favorilərdə hansı var idi? Görüm qalır. Populyarlara baxaq və yaxud da ki. Bax görürsüz, populyarlardan Apple var. Sonra Google var. Sonra Microsoft var. Nvidia var. Yəni bunlara pul qoymaq, SpaceX və s. Tesla digərləri var. Yəni bunlara pul qoymaq olar. Burada bir də var ən çox tez dəyər itirənlər. Bunlar hansı ki, xırda büdcəli bir şirkətlər və s. Onlar sürətli alqı-satqı eləmək üçündür. Yəni girib almaq olur. Görürsüz nə qədər itirib? 81 nə qədər düşüb? Baxaq bir aya, bir ilə baxaq. 18 dollardan baxın 1.37 təpədən təsəvvür alan 10
7 dollar, 16 dollar pul itirib. Bu da çox dəhşətli bir şeydir. Və onu da çatdırım ki, Kapital Bankda 1 dollardan başlayaraq, yəni bu işi əməliyyata həyata keçirə bilərsiniz. Konkret olaraq, yəni böyük məbləğlərə ehtiyac yoxdur. Yəni burada izləmə siyahısına baxaq, görə bizdə nə var? Alibaba var, Google, Nvidia, bu Morgan falan, bunlar səhv eləmirəmsə game şey olmalıdır, yadından çıxıb, bilmirəm. Yəni belə qəşəng bunlarda səhmlər var, hansı ki ABŞ bazarında olan səhmlər. Yerli bazarda dedim də, yəni. Amma ETF də qəşəngdir. Yəni bir ETF almaq bir neçə dənə şirkətin hissəsinə sahib olmaq deməkdir. ETF daha yaxşıdır. Yəni bir 2-3 dənəsini birləşdirir özündə. Amma yerli bazardan da yəni çıxandan sonra alın da, belə deyək. Bazara çıxandan sonra gedin alın. Yoxsa 100 manat verib alacaqsan, 53 manatdır indi qiyməti. İndi özün təsəvvür edə. Gör nə qədər pul itirirsən. Belə, yenə də kimsə əlavə nəsə sual olsa rəy bölməsinə yazar. Mən cavablandıracağam. Telegram kanalım videonun açıqlama linkində var. Videonu bəyənin, paylaşın. Öz fikirlərinizi də yazın. Mənə mesaj da yaza bilərsiniz. Mən yəni bildiklərimi sizə çatdıracağam. Minnətdaram. İnşallah növbəti videoda görüşərik. Sağ olun.